Salam əziz dinləyicilər, 20 aprel 2025 dərs sınavı 7-ci sinif listeningdən başlayırıq. Mira and Aylin are best and loyal friends. Mira və Aylin ən yaxşı və sadiq dostlardır. They met in the second grade and have been close ever since. İkinci sinifdə onlar tanış olublar və o vaxtdan bəri bir-birinə yaxındılar. They sit next to each other in class, play together during breaks and talk every day after school. Onlar məktəbdə, yəni sinifdə yanaşı otururlar, tənəffüslərdə bir yerdə oynayırlar və dərsdən sonra hər gün söhbət edirlər. Mira is a helpful girl who supports Aylin with homework and Aylin always makes Mira laugh. Mira çox yardımsevər qızdır, ev tapşırıqlarında Aylinə dəstək olur. Aylin isə həmişə Miranı güldürür. They share their snacks, play games and tell each other everything. Onlar öz yeməklərini bölüşür, oyunlar oynayır və bir-birlərinə hər şeyi danışır. Sometimes they argue, but they always say sorry and smile again. Bəzən onlar mübahisə edirlər, amma həmişə bir-birindən üzr istəyir və gülümsəyirlər yenidən. One day, Mira moved to a new house, but they still meet on weekends. Bir gün Mira yeni evə köçür və amma onlar yenə də həftə sonları görüşürlər. They call each other every evening and talk about their day. Onlar hər axşam bir-birlərinə zəng edir və keçirdiyi günlər haqqında danışırlar. They say no matter what happens, we'll stay friends forever. Onlar deyir ki, nə olursa olsun, biz həmişə dost qalacağıq. Their friendship is strong and special and they hope to be best friends for life. Onların dostluğu güclü və özəldir. Onlar ümid edirlər ki, həyatı boyu ən yaxşı dost kimi qalacaqlar. The passage is mainly about, mətn əsasən nə haqqındadır? My students do homework. Nə üçün şagirdlər ev tapşırığını edir? A friendship that lasts a long time, uzun müddət sürən dostluq. Bəli. Two girls who play video games, video oyunları oynayan iki qız. A school project about friendship, dostluq haqqında məktəb layihəsi. Which statements are true? Doğru fikirləri seçin. Mira and Aylin never argue. Mira və Aylin heç vaxt mübahisə etmir. Yanlışdır. They met in the second grade. Onlar ikinci sinifdə görüşmüşdülər, tanış olublar. Doğrudur. They stopped talking after Mira moved. Yəni Mira köçəndən sonra onlar daha söhbət eləməyiblər. Yanlışdır. They still talk every day. Hələ də hər gün bir-birindən söhbət edirlər. 2 və 4 doğru cavabımızdır. Complete the sentence. Cümləni tamamlayın. Mira and Aylin say they will. Mira və Aylin deyir ki, onlar always be friends no matter what happens. Nə olursa olsun həmişə dost qalacaqlar. Doğrudur. Stop being friends after school. Məktəbdən sonra dostluqlarını belə deyək, sonlandıracaqlar. Xeyr. Meet only during summer. Yalnız yay vaxtı görüşəcəklər. Never talk again. Bir daha danışmayacaqlar. Doğru fikir A variantdadır. What do Mira and Aylin do together? Mira və Aylin bir yerdə nə edirlər? They play during class. Dərs vaxtı oynayırlar. They write long letters every week. Hər həftə uzun məktublar yazırlar. They play games, talk and help each other. Onlar oyun oynayır, söhbət edir və bir-birlərinə kömək edirlər. Doğrudur. They only see each other on birthday. Yəni ant günlərində bir-birlərini görürlər. Bu da yanlışdır. Write one adjective from the passage which characterizes the word house. House sözünü xarakterizə edən sifəti seçmək tələb olunur. O da new sifətidir. Keçirik oxu mətninə. Layla is a kind, thoughtful student in the class. Layla məktəbdə, sinifdə çox mehriban, düşüncəli şagirddir. She always thinks about others and tries to help whenever possible. Həmişə başqaları haqqında düşünür və nə vaxt mümkünsə onlara kömək etməyə çalışır. She listens carefully when someone is speaking and gives helpful advice. Deməli, başqaları danışarkən diqqətlə qulaq asır və faydalı məsləhətlər verir.
Everyone in class enjoys spending time with her because she is respectful and fair to everyone. Sinifdəki hər kəs onunla vaxt keçirməkdən həzz alır, çünki o hörmətə layiq və ədalətlidir hər bir kəsə. She is also very responsible, həm də çox məsuliyyətlidir. Layla always finishes her homework on time and explains difficult tasks to her classmates. Layla həmişə ev tapşırıqlarını vaxtında bitirir və çətin tapşırıqları da öz sinif yoldaşlarına izah edir. During group work, she helps everyone stay organized and makes sure each person has a chance to participate. Qrup işi zamanı o həmişə qaydasında, hər şeyin qaydasında olması üçün hər kəsə kömək edir və əmin olur ki, hər bir şəxsin, hər bir nəfərin şansı var ki, iştirak eləsin. Yəni hamını qoşulmağa, iştirak etməyə təşviq edir. She stays calm and patient even when problems happen. Problem belə olanda həmişə sakit və səbirli olur. Outside of class, Layla enjoys reading books, going for walks and spending time with her friends. Sinifdən xaric Layla kitab oxumaqdan, gəzintiyə çıxmaqdan və dostlarıyla vaxt keçirməkdən həzz alır. She is friendly, reliable and fun to be around. Səmimi, etibarlı və əyləncəlidir. Ətrafda good classmates like Layla make school a better place. Layla kimi yaxşı sinif yoldaşları məktəbi daha gözəl bir məkana çevirir. Everyone hopes to have more students like her in class. Hər kəs ümid edir ki, sinifdə onun kimi şagirdlər daha çox olsun. The passage is mainly about, mətn əsasən nə haqqındadır? How to prepare for exams, imtahanlara necə hazırlaşmalı? The best subjects in school, məktəbdə ən yaxşı fənlər. A student who likes to play sports, idmanla məşğul olmağı sevən şagird. A helpful and friendly classmate, yardımsevər, səmimi sinif yoldaşı deyə doğru cavabdır. What does Layla do during group work? Qrup işi zamanı Layla nə edir? She stays quiet the whole time. Bütün vaxtı sakit qalır. She does all the work herself. Bütün işi özü görür. She finishes quickly and leaves. Bitirib dərhal çıxır. She makes sure everyone joins in. Hər kəsin qatılmasından əmin olur. O doğru variantdır. Layla is popular in class because sinifdə məşhurdur. Layla niyə? Çünki she brings snacks every day. Hər gün yemək gətirir. She wins all the school contests. Bütün məktəb yarışlarında qalib gəlir. She is respectful and helpful. Hörmətə layiq və yardımsevərdir. She arrives late to class. Dərsə gec çatır. Which statements are true? Hansı fikirlər doğrudur? Layla helps her classmates with lessons. Layla sinif yoldaşları dərslərində kömək edir. Doğrudur. Layla gets angry during group projects. Grup layihələri zamanı əsəbləşir. Yanlış. Layla listens carefully to others. Digərlərinə diqqətlə qulaq asır. Layla doğrudur. Layla never spends time with friends outside school. Məktəbdən xaricdə dostları ilə vaxt keçirmir. Bu da yanlış fikirdir. Which word from paragraph 2 best fits the following definition? An occasion that allows something to be done. Deməli, verilmiş tərifə uyğun paragraf 2-də hansı söz bu tərifə uyğun gəlir? Yəni, bir şeyin edilməsinə imkan yaradan fürsət, yaradılan fürsət nə olacaq? Chance, doğru cavabımızdır. Keçirik vocabulary'ya. Which word describes someone who always tells the truth? Həmişə həqiqəti söyləyən şəxsi hansı söz təsvir eləyir? Honest, bəli, dürüst. Generous, əl açıq. Serious, ciddi. Optimistic, nikbin, yəni həyata yaxşı şeylərin olacağına inanan. Who can wait for a long time without getting angry? Heç əsəbləşmədən uzun müddət gözləyə bilən şəxs. Fun-loving, əyləncə sevən, confident, özünə inamlı, serious, ciddi, patient, səbirli, doğru cavabımızdır.
A person who believes in their own success, öz uğurlarına inanan şəxs necə adlanır? Honest, dürüst, serious, ciddi, confident, özünə inamlı, doğrudur, patient, səbirli. You can trust this kind of person because they always do what they say. Sən bu cür insana inana bilərsən, çünki onlar nə deyirlərsə onu həmişə eləyirlər. Reliable, yəni etibarlı, doğru cavabımızdır. Write the missing word, boş buraxılmış sözü seçin. Yalnız bir söz olmalıdır. She often visits elderly people in nursing homes, yəni qocalar evində yaşlıları həmişə ziyarət edir. She buys them what they need, onlara ehtiyac olan şeyləri alır. Keçirik short tekstlərə. Come to Green Park this Saturday, bu şənbə Green Park'a gəl. Join us for a family picnic with games, music and delicious food. Oyunlar, musiqi və dadlı yeməklərlə dolu olan ailə pikniyində bizə qoşul. Bring your own picnic blanket and enjoy the fun from 10 a.m. to 4 p.m. Deməli, özünlə piknik yorğanını gətir və səhər ondan günorta 4-ə qədər əyləncənin keyfini çıxar. Entry is free for everyone. Hər kəs üçün giriş pulsuzdur. Burada hansı nəticə çıxardırıq? People need to pay to enter the park. Parka girmək üçün insanlar pul ödəməlidir. The picnic is for adults only. Yalnız böyüklər üçündür bu piknik. There will be food, music and games at the event. Bu tədbirdə deməli yemək, musiqi, oyunlar olacaq. Doğrudur. The picnic takes place on Sunday. Deməli piknik bazar günü baş tutacaq, halbuki Saturday olmalıdır. Hi Laura, thanks for helping me study for the history test. Salam Laura, deməli tarix testi üçün çalışmağımda mənə kömək etdiyinə görə təşəkkür edirəm. I feel really confident today and I think I did well. Özüm bugün çox inamlı hiss eləyirdim və düşünürəm ki, yaxşı yazdım. I owe you one. Sənə borcluyam deyir Emma. Laura asked Emma for help with the test. İmtahanda kömək üçün Emma'dan xahiş etdi. Xeyr, bu da Emma ona təşəkkürünü ifadə edir. Emma was nervous about her test. Emma imtahan barəsində belə narahat idi. Emma failed the history test. Emma tarix testindən kəsilir. Emma thanked Laura for helping her prepare. Emma Laura'ya təşəkkür eləyir, ona hazırlaşmaqda kömək etdiyinə görə. Doğru variantımız D variantıdır. Gəlirik qrammatika suallarına. If you heat water, əgər suyu qızdırsan, o qaynayar. Həmişə keçərli olan bir şeydir. Ona görə indiki sadə zamanda işlədəcəyik. It boils. If it rains tomorrow, sabah yağış yağsa, biz parka getməyəcəyik və ya gedəcəyik. Belə, yəni will və ya won't olmalıdır. Gələcək zaman ifadə edən B variantıdır. I'll be happy if I get a good grade. Mən özümü xoşbəxt hiss edəcəm, yəni sevinəcəm. Ifli cümlədə ümumiyyətlə gələcək zaman işlətmirik. Ona görə sadə zamanla, yəni formada get fe'lini qoyuruq. Get a good grade. Yaxşı qiymət alsam. If she willləri işlətmirik avtomatik. She olduğuna görə də drinks verəcək. İndiki sadə zamanda şərt budaq cümləsində. If she drinks enough water, kifayət qədər su içsə, she will feel better. Baş cümləsində gələcək zaman işlədirik. If you eat too much sugar, əgər çox şəkər yesən, şirniyyat, your teeth will get bad ya da get bad. Hər iki ehtimal da düzgündür. Amma burada uyğun variant A variantıdır. Yəni həmişə keçərli olan variant kimi götürürük. I feel happy. Özümü xoşbəxt hiss edirəm. I see my friends. Dostlarımı görsəm, yəni if I görsəm ifli ya da when görəndə. Yəni bir də doğru variantdır. If it, yəni indiki sadə zamanda. If it rains, yağış yağsa sabah. Bu da spesifik bir vəziyyətdir. İkinci tərəfdə, yəni baş cümlədə gələcəyə aid ifadə işlətmək. I won't water trees, ağacları sulamayacağım. C variantı doğru variantımızdır. If you, yəni gələcək işlətmirik. If you are lucky, əgər şanslısansa, you will win the game.
sən oyunu udacaqsan. B variantı sadəcə məna olaraq düzgün gəlmir.